Əziz şirlər və xüsusilə yüksələn şirlər, bugün sizinlə may ayını ətraflı şəkildə nəzərdən keçirəcəyik. Bu ayın maraqlı tərəfi ondadır ki, adətən ayda bir dolunay olur. Amma bu dəfə 2 dolunayımız var. Biri ayın əvvəlində, digəri isə ayın sonunda baş verəcək. Ona görə də bu ayın enerjisi biraz fərqlidir. Gəlin əvvəlcə may ayını ümumi olaraq anlayaq və əlavə edim ki, proqnozlar həmişə yüksələn bürcə görə hazırlanır. Yəni, əgər siz yüksələn şirsinizsə, tam olaraq doğru yerdəsiniz. Əziz yüksələn şirlər, 21 maya qədər Günəş Buğa bürcündə 10-cu evinizdə par-par parlayır. İdarəçi planetiniz Günəş 10-cu evinizdədir. Deməli, 21-nə qədər Günəşin bu keçidi çox gözəldir. 10-cu evin mövzuları nədir? Karyera və statusunuz. Günəşin 10-cu evdə olmağını çox sevirik. Deməli, 21-nə qədər karyera mövzuları ön plandadır. Davamlı karyera ilə bağlı gündəmlər, karyera ilə bağlı məsələlər. Təbii ki, Günəş 10-cu evdən keçərkən siz karyeranızda parlayacaqsınız. Yəni, gündəminiz, fokusunuz karyeranızdadır. Ailəvi məsələləriniz də ola bilər. Bəlkə bəzilərinizdə həri var, nişan var, xına var, evlilik var, uşaq mövzuları var, ailə ilə ortaq gündəmlər var. Bunlar da kifayət qədər diqqət çəkə bilər. Və gələk ilk dolunayımıza. İlk dolunay elə ayın əvvəlində 1 mayda Əqrəb bürcünün 11 dərəcəsində baş verir. Əqrəb bürcü sizin doğum xəritənizin dib nöqtəsidir. 4-cü evinizdir və dolunayın işığı elə ayın əvvəlində ora düşür. 4-cü evin mövzuları nədir? Ailə, ev, yuva, ailə üzvləri, evimiz, yuvamız, yaşadığımız yer. Deməli, bu dolunayla birlikdə ailə həyatımız, ailə ilə bağlı mövzular və ya evinizi, mülkünüzü maraqlandıran məsələlər ayın əvvəlində ön plana çıxacaq. Bəzilərinizin evliliyi olar, uşaq mövzuları olar. Biri çıxıb deyər ki, evliliyim bərbad gedir və artıq yollarımızı ayıraq. Ailəvi mövzunuz nədir? Nəticədə bunlar ümumi proqnozlardır. Unutmayın ki, hamınızın özünüzə aid doğum xəritəsi var. Biz o doğum xəritəsi ilə göy üzü arasındakı əlaqədən fərdi gündəmləri görə bilirik. Amma bunlar ümumi proqnozlardır. 4-cü ev mövzularından biri ailədir. Ailədən gələcək xəbərlərdir. Ana-atadan da xəbər gələ bilər. Ailəvi bir mövzu ön plana çıxa bilər. Təbii ki, 4-cü ev yaşayış sahəmizdir. Bəlkə bəziləriniz deyəcək ki, köçürəm, evdə təmirə başlayıram, mülk alıram, ya da ailədə miras mövzunuz var və burada bir şeylər dəqiqləşəcək. Diqqət etdinizsə, Günəş sizin 10-cu evinizdə, Dolunay isə 4-cü evinizdədir. Bunlar əsas oxlardır. Deməli, bu ay həyatınızla bağlı önəmli bir hərəkətlilik var. 21 maydan etibarən Günəş Əkizlər bürcünə sizin 11-ci evinizə girir və ona orada Merkuri də qoşulur. Merkuri onsuz da Əkizlərin idarəçi planetidir. Deməli, 21-dən etibarən xəyallarınız var, planlarınız var, həyəcanlısınız, yüksək enerjidəsiniz və yeni planlar qurursunuz. Karyera ilə bağlı cəsursunuz, addımlar atırsınız. Bəlkə bəziləriniz iş görüşmələrinə gedir, bəlkə bəziləriniz karyera çevrələrində diqqət çəkir. Bir sosiallıqdır gedir, elə deyilmi? Dostlarla bir araya gəlirsiniz. Sosial bir dövrdür, olduqca əyləncəlidir. Aranızda partiya, dərnək işləri ilə məşğul olan varsa, o yerlərdə də çox hərəkətli olacaq. Və gələk ayın son dolunayına. Ayın son dolunayı 31 maydadır. Yəni ayı bir dolunayla bağlayırıq. Dolunay Oxatan bürcündə və 9 dərəcədə baş verir. Oxatan bürcü doğum xəritənizdə 5-ci evinizdədir. Deməli, Dolunay 5-ci ev mövzularımızı ön plana çıxaracaq. 5-ci evin ilk mövzusu nədir? Eşqdir. Deməli, ayı bağlayarkən bir çoxunuzun eşq həyatı ilə bağlı önəmli bir hərəkətlilik gəlir. Ya biri ilə tanış olacaqsınız, ya da mövcud olan bir münasibətinizin aqibəti müəyyənləşəcək. Təbii ki, 5-ci ev istedadlar evidir. Mən hobbimə qayıdıram deyə bilərsiniz. Ya da bax, mənim bir hobbim var idi, diqqət çəkdi, parladım, bir şey bacardım deyə bilərsiniz. Riskli investisiyaları da göstərir. Bəlkə bəzilərinizin riskli investisiyalarla bağlı bir planı, mövzusu ön plana çıxa bilər. Və əgər IC nöqtəsi sizin 5-ci evinizdədirsə, onda dolunayın işığı IC nöqtənizi tətikləyəcək. IC nöqtəsi bir xəritədə ya 3-cü, ya 4-cü, ya da 5-ci evdə olur. Bunu xəritənizi açıb mütləq baxın. Əgər oradadırsa, onda bəlkə birdən köçmə mövzusu, mülk mövzusu, ailəvi bir məsələnin ön plana çıxması sizin həyatınızda aktivləşə bilər. Bəli, əziz yüksələn şirlər, bu ay belə bir aydır. Məndən bu ay üçün bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşmək ümidi ilə.